Sabahınız xeyir əziz dostlar. Bismillahirrahmanirrahim. Allah'ın adıyla başlayaq. Bu son vaxtlar baxıram bu sosial şəbəkədə bu Qurban Bayramı ilə bağlı çox belə həssas duyğulu cavanlar çıxıb, oğlanlar, kişilər çıxıb, Allah'dan necə deyirlər, Allah'ın qoyduğu qanunlara zidd getmək istəyirlər. Heyvanata yazığı gəlir. Birincisi bir söz deyim sizə. Bu qurbanlıq ki var, bu şeylər, bu insanlar üçün malından, mülkündən çıxacaqdır. Sən o heyvanın kəsib yeməsən, əziz dostum, qardaşım, qadınsan, kişisən, hər kimsən, heyvan kəsib yeməsən, o yaşlarını bölünməli deyib. Allah da buyurur ki, bu cür heyvanatın israf olmaqdansa onu da vaxtında kəsib istifadə eləsən, yaşayışın üçün təmin eləsən, bu gözəl bir işdir. Bugün dünyada vegetarianslar var, Hindlilər. Onlar ət yemirlər. Dünyanın da ən, necə deyirlər, bədbəxt, məşəqqətli insanları onlardılar. Ən zülüm içində yaşayan, ən mundar yaşayan insanlar. Nə qədər onlar rəhimlidirlərsə, o qədər də mundarlar. O Qanqa çayı var, Svetoy Qanqa deyirlər, o müqəddəs Qanqa çayın suyu. Milyardlarla mikrob var orada, insan həyatı təhlükə, orada insan meyitlər yandırılır, bastırılır, nələrdən çıxırlar, bunu görürsünüz, öz yerində. İslam dini bəşəriyyəti paklığa çıxaran dindir. İslam dini bütün qanun qaydaları hər tərəfli ölçəb biçən dindir. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm dünya içinə gəlmiş bəşər övladının ən əşrəfi, ən alisidir, ən böyüyüdür, ən uzasıdır. Yadda saxlayın. Deyəcəksiniz, çox peyğəmbər falan fesməkən yox. Onların heç biri Məhəmmədin tayı ola bilməz. Məhəmməd elə bir şəxsdir ki, o tarix boyu bütün çirkinliklər insanlar arasından götürdü. Bütün dinlərdə şərab, mundarlıq, heyvanat, donuz filan fesmişən o yan bu yan. İslam dini hər şeyin pakını, hər şeyin gözəlini bizdə tövsiyə elədi. Hətta Quranda da yazılıb ki, insan mal əti yeməməlidir. O Bəqərə surəsində deyir ki, mən insanlara Musaya deyirdim ki, bu buzovu kəsməyin, yəni cöngəni kəsməyin, yəni bunu yemək düzgün deyil. Ancaq qoyunu halal buyurdular. Niyə? Qoyun elə bir heyvandır ki, dostlar, o başına bıçaq çəkildiyini, başının kəsildiyini bilmir, hiss eləmir, duymur, onu dərk eləmir. O elə bir heyvandır. Onun başı kəsildiyini özü bilmir. O elə də qəbul olunmuş bir, necə deyərlər, ənənədir, necə deyərlər, bir bayram növüdür və sən o heyvanı kəsməsən, o heyvan qocalıb gedib, artıq çoxalar dünyanın yer üzünü tutar və qoyun əlindən tərpənmək olmaz. Yer üzündə ot da qalmaz, ağac da qalmaz, hamısını yeyər heyvanat. Allah da buyurub ki, bütün mexanizmlər, sistemlər bir-birini, bütün canlılar bir-birini qida kimi yeyərək, enerjinin regenerasiya prosesini təmin edir. Təbiət bu cür balanslaşır. İnsan da torpağa qoyursan, torpağından götürdüyü payı torpağa qaytarır. Heyvanat da onu kimi, insanlar da onu kimi. Təbiətin vəhşi qanunları, Allahın yazdığı ən gözəl qanundur. Baxın, çöldə vəhşi heyvanlar, pələklər, şirdlər ov edirlər, ceyran ovluyurlar, nə bilim, cürbəcür heyvanlar ovluyurlar, yeyirlər. Allah onların bir-biri üçün ruzi yaradıb. Qoyundur, dəvədir, maldır, inəkdir, bunlar da insan üçün ruzidir. Allah bunları, yəni qansızlıq olsa, düşüncəsizlik olsa, Allah bunun kökünü kəsər və bir insanın əli ona çatmazdır. Görürsünüz, Allah ona bərəkət verir, çoxala gedir, qutarmır ki, qutarmır. Şükür Allahın qüdrətinə. Ona görə də heyvana yazığım gəlir, onun başını kəsirsən, öp-öpə kəsirsən, qurban edirsən, bu demək deyil ki, ona biz qəddarlıq edir. Yox, burada bir şərt var. Bismillahirrahmanirrahim, Allahu Əkbər deyirsən. Nə deməkdir bu? Bunun fəlsəfəsini anlasan, bu sözü deməsən, əziz dostum, o yazını yazmazsan. Bismillah, Allah Əkbər deyəndə insan Allahdan icazə alırsan ki, Allah icazə ver, sən verdiyin, sənin yaratdığının qəbz edim ruhunu, onu kəsim, onu istifadə edeyim. Allahu Əkbər, Allah təkdir. Bu nə deməkdir?
Yəni bu heyvanatla mənim onun kəsib ətini yesəm də sənin tərkibi sənindir, hamı sənindir, səndən yaranmışıq, sənin xilqətin və sənə qayıdırıq. Bu deməkdir, Allaha şəhadət gətirirsən, onun təkliyinə ki, sən özün yaratdın, sən qoyduğun qanunla mən bunu kəsirəm, yeyirəm, istifadə edirəm. Bu cür biz düşüncələrlə düşünsək, insan vəhşi kimi bir-birinin ətini yer. Yaxşı, insan bir-birinin qoyunu kəsib yeməsin. Bəs insanlar bir-birinin başını kəsib, aparıb öldürürlər, malına mülkünə sahib olurlar. Rusiya, Ukrayna darmadağın edir, Amerika ilə darmadağın edir, milyonlarla insanı qırır. Və ona nə yazığınız gəlir? Sizin qoyuna yazığınız gəlir. Heyvanat da Allah onu insan üçün rüzi yaradır. Yaratmasaydı bu cütlük yaranmazdı, bu təsərrüfat yaranmazdı. Ona görə də bu absurd fikirlərdən əl çəkin, belə düşüncəli eləmin. Dünya ki, bununla gündəmə gəlsin, belə rəhəmlisiniz, ürəyiniz yaman canlı, qardaş, bu hamam suyundan dost tutmağı qutarın, hamam suyundan şöhrətlənməyi qutarın. Nəyə lazımdır bu şeylər axı? Min illərdir, milyon illərdir insanlar bu adət-ənənədən istifadə edirlər. Bu günə kim gəlib çatır və heç kim də bundan Allah yanında günahkar olmuyor. Yeter ki onu Bismillah deyəsən, Allahın buyurduğu qanunla kəsəsən, paylayasən ətindən dost, aşna, qohum, qardaş yesin və qidalansın, faydalansın. Bax, məsələ bundan ibarətdir. Ona görə də təbiətdə yaranmışın hər biri bir-biri üçün qida mənbəyidir. Onda biz elə toyuq da kəsməyik, quş da kəsməyik, heç nə istifadə eləməyik. Özümüz heyvan kimi düşənək, ağzımız yedin, otluyaq. Belə çıxır sizin fikrinizcə. Elə şey olmaz. Ona görə də sağ olun, dinimizin qoyduğu qanunların ziddinə getməyin. Özünüzü ali təhsilli, ziyalı, alim kimi göstərmək istəyirsiniz, absurd fikirlər fikirləşirsiniz. Bunu da ortalığa qoymayın. Sağ olun, var olun.